Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü dərsimiz bizim Azərbaycan eramızdan əvvəl 7-4-cü əsrlərdə mövzusu olacaq. Keçən dərsi biz Manna danışdıq və Manna eramızdan əvvəl 6-cı əsrin əvvəllərində süqut etdi və yeni dövlətlər yaranacaq, Atropatena və Albaniya. Amma onlar yaranana qədər nələr baş verib Azərbaycan torpaqlarında? Bu haqqda biraz danışaq ki, bir təsəvvürümüz olsun. Bu dövrdə Azərbaycan torpaqlarına Kimmer və İskitlər gəlirlər. Kimmerlər əvvəllər Qaradənizin şimalı boyunca və Şimali Qafqazda yaşayırdılar. Eramızdan əvvəl 8-ci əsrdə isə onların güclü hərbi birliyi var idi. Herodot onlar haqqında yazmışdı ki, İskitlərin təzyiqi ilə Kimmerlər Cənubi Qafqaza yürüşlər edirlər. Onların bir qolu Kiçik Asiyaya, bir qolu isə Mannaya yönəlir və Aşura qarşı çıxırlar. Kimmerlərin ardınca da İskitlər buraya hücum edirlər və eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Dərbəndi keçirlər, Muğan, Urmiya ətrafına köçürlər. Aşur mənbələrinə görə İskitlər Manna ərazisində İskit şahlığı İşquz yaradırlar. Bu şahlıq Kürdən Mannaya qədər əraziləri əhatə edib və buraya Kimmer və Midiyalılar da daxil idilər. Sonraki dövrlərdə İskitlər Sak, Sakagen adlarla Azərbaycanda yaşayıblar. Azərbaycanda indi hazırda mövcud olan bəzi toponimlər var. Məsələn, Sakasena, Balasakan, Şəki, Zaqatala və s. Bunlar İskit dövründən qalan toponimlərdir. Toponim yəni yer adları. Sakların əsas hissəsi massagetlər təşkil ediblər. İskitlərin güclü atlı qoşunları olub. At üstündə döyüşə biliblər. Bu onların əsas gücü idi. Eramızdan əvvəl 672-ci il Midiyada Aşura qarşı üsyan baş verir və Midiya müstəqil olur. Paytaxt Ekbatana idi. Lakin Aşurlar İskitləri öz tərəfindən çəkirlər və Midiyanı da məğlub edirlər. Yenə də əsarət altına düşür Midiya. Eramızdan əvvəl 653-cü ildə Midiya İskitlərin tabeliyinə düşür və burada Midiyada İskit ağalığı başlayır. İskit ağalığına isə Kiaksar son qoyur. Kiaksar İskitlərə bənzər hərbi ordu qurur, hərbi islahat keçirir. O, piyadaları atlılardan ayırır, nizəçiləri və ox atanları ayırır, çoxsaylı və möhkəm bir nizami ordu yaradır. Bu zaman Midiya Babil ilə ittifaq qurur. Eramızdan əvvəl 7-ci əsrin sonunda onlar Aşuru süquta uğradırlar və onun ərazisini öz aralarında bölüşdürürlər. Daha sonra eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Manna, İskit, Urartunu da Midiya işğal edir. Bunun haqqında da keçən dərsdə danışmışdıq. Kiaksardan sonra Midiya dövləti zəifləyir və ona qarşı Əhəməni sülaləsinə olan 2-ci Kir üsyan edir. Bir sıra əyan və sərkərdələr də 2-ci Kiri orada dəstəkləyirlər və beləliklə Midiya dövləti süqut edir. Eramızdan əvvəl 550-ci ildə və yeni bir dövlət, o eyni torpaqlarda bu Əhəməni dövləti yaranır. Əhəməni dövlətinin də ağır vergi və mükəlləfiyyətləri olmuşdu öz dövrünə görə. Lakin geniş əraziləri əhatə edən bir imperiya olduğuna görə bu ərazilərdə ticarət genişlənir, daha çox xalqlar arasında mədəni əlaqələr artır. Eramızdan əvvəl 530-cu ildə 2-ci Kir Arazın şimalına hücum edir. Burada hökmdar Massaget hökmdarı Tomris idi. Düşünürəm, Tomris'i hər kəs onun haqqında eşidib bilir. Və Tomris'in ordusu burada qalib gəlir. 2-ci Kir öldürülür. 2-ci Kirdən sonra hakimiyyətə gələn 1-ci Dara üsyanları çətinliklə yatırır. Və bundan sonra da işğalçı müharibələrə başlayır. Bir sıra əraziləri tutur və Arazın şimalında o zaman işğal edir. Azərbaycan xalqı Əhəmənilərə vergi verirdi və orduda xidmət edirdilər. Eramızdan əvvəl 4-cü əsrin ikinci yarısında Əhəməni imperiyasının sosial-iqtisadi vəziyyəti pisləşməyə başlayır. Əhali daha çox üsyanlar edir. Eyni zamanda bu dövrdə Makedoniya İskəndərin də şərqə hücumu başladığı dövrdür və bu onlar arasında baş verən bir sıra döyüşlərdə Əhəmənilər məğlub olurlar. Əsasən də eramızdan əvvəl 331-ci il Qavqamel döyüşündə 3-cü Dara məğlub olur və ondan sonra da öz adamları tərəfindən öldürülür. Əhəməni dövləti süquta uğrayır. 3-cü Daranın ordusunda Kiçik Midiya satrapı Atropat,
Eyni zamanda Kadusi, Alban və Sak tayfaları da iştirak etmişdilər Makedoniyalılara qarşı. Və ondan sonra da bu ərazilər Makedoniya İskəndər tərəfindən tutulur. Bu haqda biz gələn videolarda danışacağıq. Makedoniya İskəndər imperiyası haqqında danışdığımız zaman o Makedoniya İskəndərin ölümündən sonra onun imperiyası parçalanır və Azərbaycan ərazilərində yeni dövlətlər yaranır. Atropatena və Albaniya. Bu haqda da gələn videolarımızda inşallah danışacağıq.